Salam, dəyərli tələbələr. Mən Ağayeva Günay, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının HIV və Sosial Fənnlər Kafedrasının müəllimi, tədris etdiyim fənn psixologiyadır. Bugünkü mövzumuz ünsiyyət informasiya mübadiləsi kimi, ünsiyyət qarşılıqlı təsir kimi. Bildiyimiz kimi ünsiyyət nitq və nitqdənkənar vasitələrin köməyi ilə həyata keçirilən qarşılıqlı təsir prosesidir. Və yaxud da başqa cür deyə bilərik ki, ünsiyyət iki və daha çox insanın münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmə məqsədi ilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirə deyilir. Təbii ki, ünsiyyətə verdiyimiz tərifdən də gördüyümüz kimi, ünsiyyət iki əsas funksiyanı həyata keçirə bilir. Birləşdirmə və ya əlaqələndirmə və bir də qarşılıqlı təsir funksiyası. Təbii ki, ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Əsas vasitələrdən biri olaraq biz nitqi qeyd edə bilərik. Ünsiyyət həm də eyni zamanda ekspresiv mimik vasitələrlə də həyata keçirilir. Bura təbəssüm, tərs baxış, mimika, əl və bədən ifadəli hərəkətləri, vokal mimikası və başqa nitqdənkənar vasitələri də qeyd edə bilərik. Ünsiyyətdən danışdığımız zaman tənhalığı da xüsusilə qeyd etməliyik. Çünki çox vaxt düşünürük ki, hər hansı bir kütlə içərisində və yaxud da ki, hər hansı bir kollektivdə olmaq tənhalıqdan qurtulmaq deməkdir. Amma bunu biz bu cür qeyd edə bilmərik. Tənhalığın iki əsas növü vardır: fiziki və psixoloji tənhalıq. Psixoloji tənhalıq o tənhalığa deyilir ki, hər hansı bir kollektiv kütlə içərisində olduğumuz zaman bəzən görürük ki, bir insan kənarda oturub heç kimlə ünsiyyət qurmur, heç kimlə danışmır. Bu artıq həmin insanın psixoloji tənhalıq keçirməsi deməkdir. Fiziki tənhalıq isə o tənhalığa deyilir ki, ətrafında çox insan olduğu halda, yəni həmin insanlarla ünsiyyət qurduğun halda hər hansı bir yığıncaqdan qayıtdığın zaman evə tək qayıtmalı olursan, bu artıq insanın fiziki tənhalıq keçirməsidir. Eyni zamanda müəlliflərdən Young da tənhalıq üç tipini qeyd etmişdir: xroniki, situativ və keçici tənhalıq. Hansı ki, xroniki tənhalıq insanın uzun müddət başqalarıyla ünsiyyət yarada bilməməsi nəticəsi kimi özünü göstərə bilir. Situativ tənhalıq isə insanın artıq belə deyək, bərqərar olmuş ünsiyyət modelinin, sosial ünsiyyət modelindən dağılması kimi özünü göstərə bilir. Keçici tənhalıq isə vaxtaşırı demək olar ki, əksəriyyət insanlarda təsadüf olunur, rast gəlinir və tez də keçib gedən ötəri bir hal kimi qeyd olunan tənhalıq növüdür. Ünsiyyət situasiyasının iki tipini fərqləndirə bilərik: şəxsi ünsiyyət və bir də birgə fəaliyyətdə ünsiyyət. Əvvəlcə birgə fəaliyyətdə ünsiyyəti qeyd edim ki, bilirik ki, ünsiyyət və fəaliyyət bir-birlə qarşılıqlı əlaqədədir. Hansı ki, psixologiyada ünsiyyəti esis, fəaliyyəti esod üstürü ilə ifadə olunur. Amma birgə fəaliyyətə ünsiyyətə gəldikdə isə biz bu formulu birləşdirərək SOS formulu ilə ifadə edə bilərik. Birgə fəaliyyətdə ünsiyyətin əsas tədqiqat obyekti birgə fəaliyyətin özü götürülür. Şəxsi ünsiyyətə gəldikdə isə şəxsi ünsiyyətə əsas tədqiqat obyekti şəxsin özü haqqında hər hansı bir insana verdiyi informasiya və yaxud da ki, hər hansı bir insan haqqında digərinə verdiyi informasiya əsas olaraq götürülür. Təbii ki, ünsiyyətin psixologiyada çoxsaylı növləri də var, tipologiyası da var. Ünsiyyətin növlərindən biz işgüzar ünsiyyət, diaqnostik ünsiyyət, tərbiyəvi ünsiyyət və bir də intim şəxsi ünsiyyəti qeyd edə bilərik. İşgüzar ünsiyyət adından da göründüyü kimi hər hansı bir sazişlərin, müqavilələrin və s. bağlanmasında daha çox istifadə olunan ünsiyyət növü kimi qeyd olunur. Diaqnostik ünsiyyət bu sanki bir növ həkimin xəstəni müalicə etməsi kimi götürülür. Təbii ki, burada müalicə edən tərəf böyük bir biliyə, savada malik olmalıdır ki, qarşı tərəfə elə bir sual verməlidir ki, istədiyi ətraflı cavabı ala bilsin. Tərbiyəvi ünsiyyətdə də iki tərəf olur: tərbiyə edən və bir də tərbiyə olunan. Burada da yenə dediyim kimi tərbiyə edən tərəf böyük bir nüfuza, statusa, biliyə malik olmalıdır ki, qarşıdakı tərəfi düzgün bir şəkildə tərbiyə edə bilsin. Və bir də intim şəxsi ünsiyyətdir ki, bu da adından göründüyü kimi bir-birinə yaxın olan insanlar arasında emosional baxımdan, yəni yaxın olan insanlar arasında yarana bilən ünsiyyət növüdür deyə bilərik. Bununla yanaşı ünsiyyətin digər növləri də biz qeyd edə bilərik: şəxsiyyətlər arası, qrup və qruplar arası ünsiyyət, birbaşa və vasitəli ünsiyyət və məxfi və münaqişəli ünsiyyət deyə bilərik. Bu ünsiyyətin əlavə olaraq növləri kimi qeyd olunur.
Ünsiyyət informasiya mübadiləsi kimi, ünsiyyət informasiya mübadiləsi kimi deyək də, burada iki tərəf iştirak edir. Məlumatı və yaxud da ki, informasiyanı verən tərəf, bir də həmin informasiyanı və ya məlumatı qəbul edən tərəf. Təbii ki, psixologiyada informasiya ünsiyyət prosesində informasiyanı verən tərəf kommunikator, informasiyanı qəbul edən tərəf isə resipient adlanır. Və yaxud da biz bunu formul olaraq KİR formulu ilə də beləliklə ifadə edə bilərik. Və əvvəldə qeyd etdik ki, ünsiyyət həm nitq, həm də nitqdən kənar vasitələrin köməyi ilə həyata keçirilə bilər. Əsas vasitə olaraq biz, yəni ünsiyyətin həyata keçirdiyi əsas vasitələrdən biri kimi biz nitqi qeyd etdik. Təbii ki, biz bilirik ki, nitq psixi-idrak proseslərimizdən biridir. Ünsiyyət prosesində vacib olan əsas təsir vasitələrindən biridir. Nitqin bir çox həm əsas, həm də köməkçi funksiyaları var. Gördüyümüz bu funksiyalar əsas funksiyalar olaraq gedir. Nitqin əsas funksiyalarından biri odur ki, nitq insanın intellektual fəaliyyətinin əsas silahı olaraq qeyd olunur. Daha sonra nitq ictimai tarixi şərait haqqında məlumatı bizə verir. Nitq ümumi bəşəri təcrübənin mövcudluğunu təmin etmiş olur. Nitq milli mədəniyyətin inikası vasitəsidir və bir də əsas olaraq qeyd edə bilər ki, nitq idrak alətidir. Buradakı funksiyalar isə nitqin köməkçi funksiyaları olaraq gedir. Birinci köməkçi funksiyalardan biri emotiv funksiyasıdır, hansı ki adından da göründüyü kimi danışanın emosiyasını və hisslərini birbaşa ifadə etmiş olur. İkinci funksiya nitqin neuroetik yaxud nitqin estetik funksiyasıdır. Üçüncü funksiya nitqin nominativ funksiyası, daha sonra nitqin yardımcı funksiyası, nitqin fərqləndirmə funksiyası, buna başqaca nitqin diakritik funksiyası da deyilir. Nitqin interdiktiv və yaxud da buna nitqin qadağan edici funksiyası da deyə bilərik. Kütləvi informasiya prosesi. Əvvəldə biz qeyd etdik ki, ünsiyyət prosesində, yəni informasiya mübadiləsində iki tərəf olur. Amma söhbət kütləvi informasiya prosesindən gedirsə, burada artıq biz 4 tərkib hissəni qeyd edə bilərik. Kommunikator, resipient, verilən məlumat, informasiyanın verilməsini və qəbulunu təmin edən vasitələr. Qeyri-verbal vasitələrə gəldikdə isə, qeyri-verbal vasitələr dediyim kimi ifadəli hərəkətlər, təbəssüm, sərt baxış, mimika, pantomimika bunları qeyd edə bilərik. Amma əsas olaraq biz qeyri-verbal vasitələri 4 qrupa ayıra bilərik. Mimika, intonasiya, proksimika və bir də kinetika. Mimika bu bilirik ki, simanın dəyişilməsi, təqlid deməkdir. İntonasiya burada məntiqi vurğu və pauzadan istifadə olunur. Kinetika bu bədən hərəkətlərinin dilidir. Proksimika isə yaxınlıq deməkdir. Yəni latın dilindən tərcümədir. Yəni insan o məkanı öz şəxsi məkanı hesab edir və ora heç kimi buraxmır. Yəni qeyri-verbal vasitələr əsasən 4 növünü biz qeyd edə bilərik. Bundan əlavə biz bilirik ki, ünsiyyət prosesində psixoloji məsafənin zonaları da əsas olaraq götürülür. Müəlliflərdən Alan Pease psixoloji məsafənin 4 əsas zonasını qeyd edib. İntim zona, şəxsi zona, sosial ünsiyyət zonası və bir də kütləvi zona. Hansı ki, intim zona burada məsafə 15 sm-dən 46 sm-ə qədər ola bilər. Yəni bu sahə xüsusi bufer zonasıdır. Bu zonaya ən yaxın emosional təmasda olan insanlar daxil ola bilər. Şəxsi zona 46 sm-dən 1.2 metrə qədər ola bilər. Dostluq üçün əsas oturma zona hesab olunur. Bu sahədə dostların bir-birinə toxunması mümkündür. Sosial ünsiyyət zonasına gəldikdə isə bu 1.2 metrdən 3.6 metrə qədər ola bilər. İşgüzar ünsiyyət üçün demək olar ki, ən səmərəli zona hesab olunur. Kütləvi zona isə 3.6 sm-dən və daha artıq ola bilər. İctimai yerlərdə bir-birlərinin tanımayan insanlar üçün əsas səmərəli zona hesab oluna bilər. Dərd psixologiyasında da müəlliflər müxtəlif qarşılıqlı təsirin tiplərini qeyd edirlər. Kooperasiya, rəqabət, razılaşma, münaqişə, uyğunlaşma, müxalifət, assosiasiya və dissosiasiya kimi növləri də qeyd edirlər. Bundan əlavə ünsiyyət insanların bir-birini qavramasından başlayır. Qavrayışın bu növü psixologiyada sosial persepsiya adlanır və bu sahədə tədqiqatlar əsasən iki istiqamətdə həyata keçirilir. Sosial persepsiyanın məzmununun öyrənilməsi və bir də şəxsiyyətlərarası qavrayışı mexanizmləri və onu müşahidə edən vasitələrin həyata keçirilməsi. Ünsiyyət prosesində insanların bir-birini anlaması və qavramasında
müxtəlif sosial etalon və stereotiplər baxımından insanlar bir-birlərini qiymətləndirə bilir. Bildiyimiz kimi etalon fransız sözü olub, ölçü nümunəsi deməkdir. Yəni insanlar müxtəlif yəni bir-birini anlama və qavrama prosesində bu etalonlardan istifadə edə bilirlər. Məsələn, yaxşılıq və pislik etalonları, kişilik və qadınlıq etalonlarını biz göstərə bilərik. Eyni zamanda ünsiyyət prosesində insanlar bir-birini anlaması və qavraması stereotip baxımından da qiymətləndirilir. Stereotip nədir? Müəyyən bir millətə, müəyyən bir irqə, peşəyə məxsus olan insanlar üçün və yaxud da qruplar haqqında adi şüur üçün səciyyəvi olan təsəvvürlər kimi yaranmış olur. Bundan əlavə, ünsiyyət prosesində insanların bir-birini anlaması və qavramasında refleksiyadan da istifadə olunur. Refleksiya nədir? Refleksiya deyildə birinci növbədə insanın özünü, öz daxili aləmini dərk etməsi, özünün fikir və hisslərini təhlil etməsi, özünü, öz əməllərini, insanların münasibətlərini görmək bacarığı, özü haqqında mühakimələri nəzərdə tutulur. Ünsiyyət prosesində insanların bir-birini anlaması, qavramasında kauzal atribusiya anlayışı da vardır. Hansı ki, insanların belə deyək də ünsiyyət prosesində bir-birini anlaması, qavramasında bir insanın digər insanın davranışının səbəbini şərh etməsidir. Başqa cür kauzal atribusiya səbəbin şərhi kimi də izah olunur. Şəxsiyyətlərarası qavrayış sahəsində dedik iki əsas effekti olur. Oreal effekti və bir də yenilik effekti. Hansı ki, oreal effektini biz bu cür izah edə bilərik ki, biz bir adamı ilk təəssüratdan yaxşı bir adam kimi tanıdıqda, sonradan başqaları onun haqqında bizə hansı mənfi fikri deyirsə desin, biz həmin insan haqqında ilk müsbət təəssüratımızı əsaslanmış oluruq və yaxud da əksinə. Yenilik effekti isə tanıdığımız və ya tanımadığımız adamlar haqqında ilkin informasiyaya əsaslanmış olur. Ünsiyyət prosesində təbii ki, bir çox çətinliklər yarana bilər. Yəni, bu və ya digər maneələrdən, səbəblərdən çətinliklər yarana bilər. Psixoloqlar da məsləhət görürlər ki, ünsiyyət prosesində yaranan çətinlikləri aradan qaldırmaq üçün insanlarda ünsiyyət mədəniyyətini artırmaq, ünsiyyət mədəniyyəti aşılamaq lazımdır ki, təbii ki, bunun da ən təsirli vasitələrindən biri sosial psixoloji treninqlərdən istifadə etməkdir. Və bilirik ki, sosial psixoloji treninq anlayışını ilk dəfə olaraq Elna Kurtlevin tərəfindən gətirilmişdir, amma onu praktik surətdə tətbiq edən Rogers olmuşdur. Bundan əlavə biz qeyd edə bilərik ki, ünsiyyət zamanı diqqəti cəlb edən çətinliklərdən, maneələrdən biri də qavrayışla şərtlənən maneələrdir, səhvlərdir. Bir çox hallarda ünsiyyətdə olan insanlar bir-birlərini düzgün başa düşə bilmirlər, qavraya bilmirlər. Bu cür maneələr ona görə yaranır ki, ünsiyyət zamanı hər bir insan qeyri-ixtiyari olaraq onun üçün əhəmiyyətli olan cəhətə ayırır, ona fikir verir və yaxud da ki, ona müəyyən bir münasibət bildirir və nəticədə də təbii ki, ünvanlanmış məlumat təhrif olunur, yəni səhv başa düşülür və anlaşılmazlığa gətirib çıxara bilir. Buna görə də ünsiyyətin əsas məqsədi olan məlumat bir növ düzgün dərk edilmir. Bu isə nəticədə təbii ki, hər hansı bir münaqişə, konflikt, qarşıdurma ilə nəticələnə bilir. Mövzumuz bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.